Son zamanlar mağazalarda insidentlər baş verir. Saatlı rayonunda bu dəfə mağazada dava düşüb. Hadisə rayon ərazisində fəaliyyət göstərən marketlərdən birində baş verib. Belə ki, marketdə nəzarətçi işləyən adı və soyadı şərti olan Vaqif İsrafilov obyektdə satıcı işləyən Əsli adlı xanımı sevib və Əsli də ona əhəmiyyət verməyib. Bir neçə dəfə Əsliyə evlilik təklif edib adam, amma qadın onun təklifini rədd edib və mağazadan işdən çıxıb. Bir müddətdən sonra Əsli topdan satış mərkəzlərdən birinə işə düzəlib və şirkətin satış meneceri təyin edilib. O digər obyektlərlə yanaşı həmin marketə də topdan məhsullar paylamağa başlayıb. O şirkətin sürücüsü ilə birlikdə marketə ərzaq gətirəndə orada Vaqiflə rastlaşıb. Vaqif ona yenidən sevgi təklif eləyib. Bu isə yenidən o təklifi rədd eləyib. Bu vaxt Əsli ilə mağazaya gələn sürücüyə hücum edib və onu döyməyə başlayıb. Əsli onları ayırmağa çalışanda Vaqif ona da sifət nahiyəsindən zərbələr endirib. Vaqif həmçinin mübahisəni sakitləşdirmək istəyən mağazanın satıcısına da xəsarət yetirib. Əslinin şikayəti əsasında hadisə yerinə polis gəlib və İsrafilov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb və Saatlı rayon məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə İsrafilova 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Yaxşı ki, qadın evlilik təklifini qəbul eləməyib.